Xoş gördük dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. Xırdalan şəhərində belə bir 2 mərtəbəli ipotekada olan həyət evimizi çəkib təqdim edirik. Bütün şərtləri sizə izah edəcəm. Bir maşınlıq həyəti də var, rahatlı da. Maşını da görürsünüz. Yəni Vito, hələ Vito girib bura. Kürsülü də evimiz 4 otaqlı 2 mərtəbəli. Hazırda ipotekadadır, dövlət ipotekasındadır. Deməli, ilkin ələ istəyir 55.000, aylığı da ki 357 manat. 22 il qalıb. Gəl qardaş, gəl. Bax, giriş hissədir. Deməli, ayda 357 manat pul ödəyəcəksiniz. Elə bir 55.000 verirsiniz, gəlirsiniz, oturursunuz bu 2 mərtəbəli 4 otaqlı həyət evində rahat yaşayırsınız. Orta təmirlidir, qoşa daşda inşa olunub, şəxsi tikilidir. Önəmli nədir? Şəxsi tikilidir. Burada nə görürsünüzsə əşyalar, hamısı qalacaq elektronika xaric olmaq şərtilə. Yəni evdə olan elektronika hamısı çıxacaq. Yəni paltar yandı, xaladenikdir, nə bilim, toz soranızadır, belə xırda-mırda şeylər. Qalan divan, stol, bunlar hamısı qalacaq. Bax, sanitar qoğuşağıdır. Deməli, birinci mərtəbədə də sanitar qoğuşağı var, ikinci mərtəbədə də. Burada da dolabdır, pləkanın altı, artıq əşyalarınızı yığmaq üçün. Keç qırğaş, burada mətbəxi də çək. Mətbəxi də görürsünüz, belə bir mətbəxi də var. Ev yaşayışlı evdir. Gəl çıxaq qırğaş, ikinci mərtəbəyə. 3 dənə də otaq yuxarıdadır hazırda. Burada işıqlar deyəsən yanmır, yoxsa necə? İşıqları söndürürlər burada. Əla. Bax, bura hol hissəsidir. Burada eyvanı da var, bax, hol hissəsində. Bax, bura onun eyvanıdır. Bax, rahatlıqla eyvanına çıxa bilirsən, rahatlıqla. Bax, əla. Eyvanıdır. O tərəfi də çək. Deməli, Xırdalanda harada yerləşir? Yerləşmə yerini deyim sizə. Xırdalan şəhərində Heydər Əliyev prospektinə yaxındır. Harasa 300-350 metr aralıdır. Xəlilin küçəsi deyilən bir yeri var. Yəni, o hissədə yerləşir. Mərkəzə yaxındır. Burada sanitar qoğuşağıdır. Bu, birinci mərtəbədəki sanitar qoğuşağından iridir. Gəl, bax, bura bir yataq otaqdır. Pəncərələrin qarşısı hamısı açıqdır, gün düşəndir. Burada aboylarda bəzilərində düzü atır, yəni əl gəzdirmək lazım. Bura bir böyük yataq otağıdır. Əşyalar qalır. Burada yəni paltar götürüləcək şifanerdir, taxtdır, hamısı bunlar qalacaq. Qiymətini yenə izah elədim. Nağdı 115.000 manata cüzi endirim olunacaq nağd şəkildə. Torpağın da evin də kupçası var. Yəni tam mülkiyyətli hazır ipotekadadır. 55.000 üçün ödəniş, aylığı 22 illik, aylığı 357 manat. Məndən bu qədər kimin nə sualı varsa səhifədə nömrəmiz olacaq, bizdən əlaqə saxlayın. Sağ olun, minnətdarım bizə.